xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam dəyərli izləyicilər, bu videoda 1 avqust tarixi üçün Qoç və Buğa bürclərinin gündəlik ulduz şərhini təqdim edirik. Unutmayın ki, astroloji şərhlər əyləncə və ümumi məlumat xarakteri daşıyır. Hər bir insanın həyatı fərdi seçimlərindən və qərarlarından asılıdır. İndi isə gəlin günün ulduz yolculuqlarına birlikdə nəzər salaq. Qoç əziz Qoç bürcü, bugün hadisələr sizə bir qədər qarışıq və ziddiyyətli görünə bilər. Gün ərzində müxtəlif məsələlərlə bağlı fərqli fikirlər eşidə, hansı qərarın daha doğru olduğunu müəyyənləşdirməkdə çətinlik çəkə bilərsiniz. Xüsusilə ailə üzvləri, yaxın dostlar və ya iş həyatında birlikdə çalışdığınız insanlarla bağlı məsuliyyət hissiniz daha da arta bilər. Sizdən elə vəziyyət yaranacaq ki, sanki hər kəs sizdən dəstək və düzgün qərar gözləyir. Əgər ailə həyatınız varsa və ya rəhbərlik etdiyiniz bir kollektiv mövcuddursa, bugün qəbul etdiyiniz qərarlar yalnız sizə deyil, ətrafınızdakı insanlara da təsir göstərə bilər. Buna görə də tələskənlikdən uzaq olmaq, hər addımı diqqətlə planlaşdırmaq vacibdir. Gün ərzində müxtəlif xəbərlər və ya məlumatlar eşidə bilərsiniz. Lakin hər deyilən sözə dərhal inanmaq düzgün olmaz. Məlumatları müxtəlif mənbələrlə müqayisə edin, faktları araşdırın və yalnız bundan sonra nəticə çıxarın. Bu yanaşma sizi mümkün yanlış qərarlardan qoruyacaq. Bugün təcrübəli və etibar etdiyiniz bir insanın məsləhəti xüsusi əhəmiyyət daşıya bilər. İlk baxışdan həmin tövsiyə sizə uyğun görünməsə belə, hadisələri sakit şəkildə dəyərləndirdikdən sonra onun nə qədər məntiqli olduğunu anlayacaqsınız. Bəzən ən dəyərli məsləhətlər ilk anda deyil, sonradan öz həqiqi qiymətini göstərir. Haliyyə məsələlərində ehtiyatlı davranmaq, emosiyalarını deyil, məntiqlə qərar vermək daha faydalı olacaq. Günün ikinci yarısında hadisələr tədricən aydınlaşacaq və özünüzü daha rahat hiss edəcəksiniz. Axşam saatlarını ailəniz və yaxınlarınızla keçirmək sizə həm mənəvi rahatlıq, həm də yeni enerji qazandıra bilər. Buğa əziz Buğa bürcü, ümumilikdə sizi uğurlu və məhsuldar bir gün gözləyir. Günə müəyyən narahatlıqlarla başlasanız da, hadisələr sonradan müsbət istiqamətdə inkişaf edə bilər. Xüsusilə səhər saatlarında maliyyə ilə bağlı bəzi xırda məsələlər diqqətinizi cəlb edəcək. Gözlənilməz xərclərin yaranması mümkündür. Bununla belə bu xərclər büdcənizə ciddi təsir göstərəcək qədər böyük görünmür. Əsas məsələ maliyyə planınızı qorumaq və lazımsız alış-verişdən uzaq durmaqdır. Düşünülmüş qərarlar sayəsində gün ərzində maliyyə sabitliyinizi saxlaya biləcəksiniz. İş həyatında yeni imkanlarla qarşılaşa bilərsiniz. Uzun müddətdir gözlədiyiniz bir məsələ ilə bağlı müsbət xəbər almaq ehtimalı da var. Təbirli və məsuliyyətli yanaşmanız həm rəhbərlik, həm də əməkdaşlar tərəfindən yüksək qiymətləndirilə bilər. Şəxsi münasibətlərdə isə səmimi söhbətlər üçün əlverişli gündür. Yaxınlarınızla fikir mübadiləsi aparmaq, uzun müddətdir həllini gözləyən məsələləri sakit şəkildə müzakirə etmək münasibətləri daha da möhkəmləndirə bilər. Sağlamlığınıza da diqqət yetirməyi unutmayın. Gün ərzində kifayət qədər istirahət etmək, düzgün qidalanmaq və özünüzə vaxt ayırmaq enerjinizi qorumağa kömək edəcək. Ümumilikdə buğalar üçün bugün müsbət imkanların daha çox olduğu bir gündür. Tələsmədən planlı şəkildə hərəkət etsəniz, həm işlərinizdə, həm də şəxsi həyatınızda sevindirici nəticələr əldə edə bilərsiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bürclərlə bağlı yeni videoları qaçırmamaq üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Hər birinizə uğurlu məhsuldar və xoş bir gün arzulayırıq.